Salam şagirdlər, bu videoda Güvən 7-ci sinif riyaziyyat kitabından nisbət tənasüb faiz mövzusunda A variantında olan bütün testlərin izahına baxacağıq. Sual 1 ilə başlayaq. X bölünsün 5 bərabərdir. 63 bölünsün 15 tənasübünü həll edin. Tənasübün əsas xassəsini tətbiq etsək, A bölünsün B bərabər C bölünsün C bölü D tənasübündə burada B ilə C-yə biz orta hədlər, A ilə D-yə isə kənar hədlər deyirik. Tənasübün əsas xassəsinə görə orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Yəni A vurulsun D bərabərdir, B vurulsun C-yə. Və yaxud da biz bunu kəsr kimi yazsaq, A bölünsün B bərabərdir, C bölünsün D. Buradan çarpaz vurub həll edərik. A vurulsun D bərabər, B vurulsun C-yə. Onda sual 1-də bizdə orta hədlər burada 5 ilə 63-dür. Kənar hədlər isə x ilə 15. Onda kənar hədlərin hasili x vurulsun 15 bərabərdir 5 vurulsun 63. Buradan x bərabərdir 5 vurulsun 63 bölünsün 15. Bunu ixtisar etsək 5 ilə 15-i ixtisar edirəm mən 5-ə. Qalar burada 1, burada 5. 63-ü də xeyr, burada qalar 3. 63-ü də bölsəm 3-ə bu edər 21. X oldu 21, B variantı. Sual 2. Tənasübünü həll edin. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni olacaq kənar hədlər x ilə 20, x vurulsun 20 bərabər orta hədlər 2 vurulsun 56. Bunu həll etsək x bərabərdir 2 vurulsun 56 bölünsün 20. Buradan 20 ilə 2-ni ixtisar edərəm mən 2-yə, qalar burada 10. 56 bölü 10 bərabər 5,6-ya. D variantı. Sual 3. 2,5 bölünsün x bərabərdir 0,5 bölünsün 0,3. Əvvəl gəlin biz bu dövr onluq kəsirləri çevirək adi kəsirə. 0,5 saf dövr onluq kəsiridir. Saf dövr onluq kəsiri adi kəsir çevirmək üçün kəsir xətti çəkirik. Tam isə 0-da yazma ehtiyac yoxdur. Məxrəcdə dövrdə olan rəqəm isə qədər 9. Bir rəqəm var, 1 9 yazıram. Surətdə isə dövrdə olan ədəd, yəni dövr edən ədəd 9-5-dir. 9-da 5. Eyni qayda ilə 0,4 çevirsəm bu olar 9-da 3. Gətirib yerinə yazsaq, olacaq bizdə baxın. Birbaşa həll etsək əgərsə, kənar hədlərin hasili bərabər orta hədlərin hasilinə. Orta hədə x vurulsun 0,4 çevirdik, bunu oldu 9-da 5. Yazıram x vurulsun 9-da 5 bərabərdir. Kənar hədlərin hasili 2,5. Bunu mən yazılmış olar. 2,5-ə gəl kəsirinə yazaq. Bu olur 2,5. O da bərabərdir. Düzgün qarşı ədədi düzgün olmayan kəsirə çevirmək üçün məxrəc olduğu kimi qalır. 2-ni vuram 10-a 20. Üstə gəl 5, 25. 10-da 25. Vurulsun 0,4. Bu da 9-da 3-ə bərabərdir. Bunu həll etsək əgərsə, gəlin ixtisarlı edək. Baxın, mən hər tərəfi 9-a vursam əgərsə, biz bərabərlik hər bir tərəfini 0-dan fərqli eyni bir ədədə vurub və ya bölə bilərik. Yəni bu qaydada hər tərəfi mən 9-a vursam, baxın 9-da buradan gedər ixtisar. Yəni mən eləmək istədiyim nədir? Bərabərliyin sol və sağ tərəfindən 9-ları ixtisar edə bilərəm. Hər ikisi məxrəcdədir. Sonra 10-da 25. Bunu mən ixtisar edərəm 5-ə. Qalar burada 2, burada 5. Sonra da gəlin verilənə yazaq. Qalanlar yazaq. X vurulsun 5 bərabərdir. 2-də 5 vurulsun 3. Hər tərəfi yenə 5-ə bölsəm bu dəfə 5-lər gedər ixtisar. Onda qalacaq x bərabər 2-də 1 vurulsun 3. O da bərabər 2-də 3-ə. 3-ü də bölsəm 2-də 1 tam 10-da 5. Əgər bu hesablama seçəlitin gəlsə əgərsə, buradan x tapmaq üçün bu sağ tərəfi hesablayıb bölə bilərsə 9-da 5-ə. Yenə eyni cavab alınır. Sual 4. 12 çıxılsın x bölünsün 2 bərabər 16 bölünsün 4. Tənasübünü həll edin. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər. Kənar hədlər 4 vurulsun 12 çıxılsın x bərabərdir 2 vurulsun 16. Mötərizədən vurub açsam, əslində heç mötərizədən vurub açmayayım. Gəlin belə deyək. Buradan 12 çıxılsın x-i mən tapsam nə edərəm? Yəni buna bir dəyişən kimi baxsam, onu tapsam. 12 çıxılsın x bərabər sağ tərəfi bölərəm. 2 vurulsun 16-nı bölərəm 4-ə. Onda buradan 12 çıxılsın x bərabərdir.
2 vur 16 böl 4. Burada 16 ilə 4-ü ixtisar edərəm mən 4-ə. Qalar burada 4. 2 vur 4 8. 12 çıx x bərabər 8-ə. X bərabərdir 12 çıx 8 edər 4. Cavab A variantı. Sual 5. X və Y kəmiyyətləri düz mütənasib olarsa, M plus N cəmini tapın. Əgər kəmiyyətlər arasında düz mütənasib asılılıq varsa, bu zaman uyğun kəmiyyətlərin nisbəti sabitdir. Yəni nə deməkdir bu? X kəmiyyətinin qiymətləri x1 deyim, x2 və x3. Y-in qiymətləri 6 olsa y1, y2 və y3. Uyğun kəmiyyətlərin nisbəti, yəni y1-in x1-ə nisbəti bərabərdir y2-nin x2-ə nisbəti, o da bərabərdir y3-ün x3-ə nisbətinə. İndi baxın, y1-in x1-ə nisbəti 6-nın 2-ə nisbəti bərabərdir m-in 3-ə nisbətinə, o da bərabərdir n-in 5-ə nisbətinə. Məsələn, mən buradan, bunlar hər üçü bir-birinə bərabərdir. 6 bölü 2 nədir? Bunun qiyməti 3-dür. Yəni, buradan mən bu ikisini götürüb həll etsəm əgərsə, m-i taparam. 6 bölünsün 2 bərabərdir, m bölünsün 3-ə. Buradan çarpaz vuraraq, yaxud da bu 6 bölü 2, 6 bölü 2 3-dür. Yəni, 3 bərabərdir, m bölünsün 3-ə. Onda m buradan nəyə bərabərdir? Bu üçün mən 1-də 3 yazaram və çarpaz vuraram. M vur 1, M bərabər 3 vuruş 9. M-in 9 olduğunu tapdım. Digər bir qayda ilə indi mən M bölü 5-i bərabər edib 6 bölü 2, yəni 3-ə. N bölünsün 5 bərabərdir 6 bölü 2. Çarpaz vursaq 2N bərabər 5 vur 6. Buradan N bərabər 5 vur 6, 30 bölü 2 edir 15. N-in də 15 olduğunu tapdım. Bizdən buna cəmini istəyir. 9 ilə 15-in cəmi bərabərdir 24-ə. Sual 6. X və Y kəmiyyətləri düz mütənasib olarsa, A, B, C, D cəmini tapın. Yenə eyni qayda ilə düz mütənasib kəmiyyətlərdə uyğun kəmiyyətlərin nisbəti sabitdir. Baxın, görək uşaqlar burada. Baxın, 12 bölü 4. Yəni, bu olsun x1, x2, x3, x4 və x5. Eyni qayda y1, y2, y3, y4 və y5. y4-ün x4-ün nisbəti nədir? 12 bölü 4. y4 bölünsün x4 bərabərdir 12 bölünsün 4. Yəni 3-ə bərabərdir. Onda baxın, mən A-nı da bölsəm 0,2-yə, B-ni bölsəm 5-ə, 18-i bölsəm C-yə və 2,7-ni bölsəm D-yə, hamısı 3-ə bərabər olacaq. Birinci A bölünsün 0,2 bərabər 3-ə. Buradan A bərabərdir 3 vur 0,2 edər, bu 0,6. A-nı tapdıq. B bərabər, buradan B bölünsün 5 bərabərdir 12 bölü 4, yəni 3-ə. B bərabər buradan 15-ə. B-ni tapdıq, C-ni tapsaq. 18 bölünsün C bərabərdir 12 bölü 4, yəni 3-ə. Onda çarpaz vursam 3C bərabər 18-ə, yəni 1-də 3 bərabərdir C-də 18-ə. 3C bərabər 18-ə, C də bərabərdir 18 bölü 6-ya. C-nin də 6 olduğunu tapdıq və D 2,7 bölünsün D bərabər 3-ə. Çarpaz vursam 3D bərabər 2,7-yə, D bərabər 2,7 bölü 3 edər 0,9. D-ni tapdıq. Bizdən bulan cəmini istəyir. A 0,6 üstəgəl 15 edir 15,6 üstəgəl 6 edir 21,6 üstəgəl 0,9, o da bərabərdir 22,5. Yəni C variantı. Sual 7. 16 eyni qələmin qiyməti 40 manatdır. Tənasiblə həll edilir belə sualları. 16 qələmin qiyməti 40 manatdır. 12 belə qələmin qiyməti neçə manatdır? 16-sı 40 manatdırsa, onda 12-si olacaq x manat. Asılılıq düz mütənasib olduğuna, yəni qələmin sayı azalanda, qələmə verdiyimiz pul da azalır. Kəmiyyətlərdən biri azalanda, digəri də azalırsa, belə kəmiyyətlər adlanır düz mütənasib kəmiyyətlər. Əgər biz qurduğumuz tənasibdə kəmiyyətlər arasında olan asılılıq düz mütənasibdirsə, o zaman çarpaz vururuq. Yox, tərs mütənasibdirsə, qarşı-qarşıya vururuq. Baxın, burada asılılıq göstərdik ki, düz mütənasibdir. O zaman çarpaz vuracaq. X vurulsun 16 bərabərdir 12 vur 40. Onda x bərabər buradan
12 vurulsun 40 bölünsün 16. Bunu da həll etsək. 16 ilə 40 hesablayalım 4-ə. Qalar burada 4, burada 10. 12-ni bölərəm 4-ə, qalar burada 3. 3 vur 10 bərabər 30-a. Deməli 12 qələmin qiyməti olar 30 manat. Sual 8. 6 saata 5 detal hazırlayan usta 18 saata neçə detal hazırlayar? Yeni tənasib qursaq, asılı düzüm tənasibdir. Çarpaz olsa 6 vur x bərabərdir 5 vur 18-ə. X bərabərdir 5 vurulsun 18 bölünsün 6. 18-dən 6-ı hesab edərəm 6-ya, qalar 3. 5 vur 3 bərabər 15-ə. 6 saata 5 detal hazırlayırsa 3 dəfə çox, yəni 18 saat isə 3 dəfə çox detal hazırlayar, yəni 15 detal. Sual 9. X və Y tərs mütənasib kəmiyyətlər olarsa, əgər kəmiyyətlər tərs mütənasibdirsə, bu zaman uyğun kəmiyyətlərin hasili sabitdir. Yəni burada mən x1, x2 və x3 verim, y1, y2 və y3. Onda x1 vurulsun y1 bərabərdir, x2 vurulsun y2, o da bərabərdir, x3 vurulsun y3. Deməli burada bizdən nə istəyir? A plus B cəmini. Birinci mən bu ikisini götürüm. Olacaq 10 vurulsun 12 bərabərdir, 3 vurulsun A-ya. Buradan A bərabərdir, 10 vurulsun 12 bölünsün 3. 12-ni bölsəm mən 3-ə edər, burada qalar 4, 10 vurdur bərabər 40-a. A-nın 40 olduğunu tapdım. Eyni qaydanı bu dəfə B bölünsün 60-ı bərabər edim, B vurulsun 60-ı bərabər edim 10 vur 12-yə. Onda buradan B bərabərdir. 10 vur 12 bölünsün 60. 10 vur 12'de 120 bölü 60 bərabər 2'yə. B də oldu 2. Bizə A ilə B-nin cəmi istəyir. 40 ilə 2-nin cəmi edər 42. Sual 10. X və Y kəmiyyətləri tərs mütənasib olarsa, M-in cəmini tapın. Bu ikisini götürək. Uyğun kəmiyyətlərin hasili sabitdir. 2 vurulsun 6 bərabərdir. 3 vurulsun M-ə. Burada M bərabərdir. 2 vur 6 edir 12 bölünsün 3. M bərabər buradan 4'ə. İndi isə 4 vur N ilə 2 vur 6'nı götürüm. 4 vur N bərabərdir. 2 vur 6. N bərabər buradan 2 vur 6 edir bu. 12 bölünsün 4 bərabər 3'ə. M 4'dür, N 3'dür. 4 ilə 3'ün cəmi edər 7. Sual 11. 32 fəhlə müəyyən işi 15 günə yerinə yetirir. 40 fəhlə həmin işi neçə günə yerinə yetirər? Bax, indi burada gətirib siz çarpaz vurub həll eləsəz, cavabı səhv alarsınız. Nəyə görə? Çünki bizdə fəhlə sayı artdıqca işə sərf olunan zaman azalacaq. Yəni kəmiyyətlərin biri sayı artanda digəri azalır. Yəni məntiqlə düşünsək, 32-dən fəhli bir işi 15 günə görürsəm, biz fəhlənin sayını artıranda deməli iş daha tez görüləcək. Yəni işə sərf olunan zaman azalacaq. Fəhlənin sayı artır, işə sərf olunan zaman azalır. Yəni kəmiyyətlərin biri artanda digəri azalır. Deməli bunlar tərs mütənasibdir. Əgər tərs mütənasibdirsə, onda biz nə edirik? Qarşı-qarşıya vurub həll edirik. X vurulsun 40 bərabərdir 32 vurulsun 15. Onda x bərabər buradan 32 vurulsun 15 bölünsün 40. 32 ilə 40 iqtisar edirəm mən 4'ə. Yox 8 iqtisar edim. Burada qalar 5, burada qalar 4. 15 ilə 5'ə iqtisar edirəm 5'ə. Qalar burada 3. 4 vuruş bərabər 12'yə. Deməli x bərabər 12. 40 fəhlə işi 12 günə yerinə yetirər. Sual 12. Bir sahəni 32 traktor 4 günə şumlayırsa 8 traktor neçə günə şumlayar? Biz traktorun sayını azaldanda işə sərf olunan zaman artacaq. Yəni 32 traktor 4 gün şumlayırsa 8 traktor daha geç şumlayacaq. Daha çox vaxt lazımdır. Kəmiyyətin birinin qiyməti azalır, amma digəri artır. Bu zaman tərs mütənasib, yəni qarşı-qarşıya vuracaq. X vurulsun 8 bərabərdir 32 vur 4. X bərabər buradan 32 vur 4 bölünsün 8. 8-dən 32 iqtisar edərəm 8'ə qalar 4. 4 vurdu bərabər 16'ya.
Deməli 8 traktor isə 16 günə şumlayar. Sual 13. 48 ədədi 3 və 5 ədədləri ilə düz mütənasib hissələrə bölünmüşdür. Bu ədədlərin fərqini tapın. Ədədi verilmiş ədədlərlə düz mütənasib hissələrə bölmək üçün nə etmək lazımdır? Deməli ədədimiz 48 və biz onu 3 və 5 ilə düz mütənasib hissələrə bölürük. Bunun üçün gəlin istifadə edək K qaydasından. Bunu 3 bölünsün 5 kimi də yaza bilərlər və yaxud da 3 və 5 də deyə bilərlər. K qaydasında deməli bu 3 və 5 nisbətində bölürlər. Nisbət varsa K qaydası var. Onda ədədlərin mən birinə 3K deyirəm, birini isə 5K deyirəm. Və bunların cəmini bərabər edirəm 48-ə. Bu tənliyi həll etsəm 8K bərabər 48-ə, K bərabər 6-ya. K-nın 6 olduğunu tapdım. Bizdən nə isə ədədlərin fərqini. Biz ədədləri burada ayrı-ayrı hesablaya bilərik və yaxud da ədədlər bizdə 5K-dan 3K-dır. Bizdən bunlar fərqini istəyir. 5K-dan 3K-dan çıxsam nə edir? 2K. K da 6 olduğunu 2 vurulsun 6 bərabər 12-yə. A variantı. Və yaxud da gəlin biz ədədləri ayrı-ayrı hesablayaq. K 6-dırsa 5 vurulsun K, 5 vur 6 bərabər 30-a, 3 vur 6 3K bərabər 18-ə. Ədədlərimiz 30-dan 18-dir. Bizdən bunların fərqini istəyir. 30-dan çıxsa 18-i bu edər 12. Sual 14. 60 ədədi 1, 2 və 3 ədədləri ilə düz mütənasib hissələrə bölünmüşdür. Bu ədədlərin ən böyüyünü tapın. Yenə biz burada K qaydasını istifadə edək. Hissələrimizə bilin 1K deyək, 2K deyək və 3K deyək. Bunların cəmini bərabər edək 60-a. Bunu həll etsək 6K bərabər 60, K bərabər 10-a. Bizdən nə istəyir bu ədədlərin ən böyüyünü? Ən böyüyü hansıdır? 3K-dır. K 10-dursa 3 vurulsa 10 bərabərdir 30-a. Sual 15. ...92 ədədi 6 bölünsün 8 bölünsün 9 ədədləri ilə düz mütənasib hissələrə bölünmüşdür. Alınmış hissələrdən ən kiçiyini tapın. ...6 bölünsün 8 bölünsün 9 nisbətində. K qaydasına istifadə edək. 6K, 8K və 9K deyək. Bunların cəmini bərabər edək 92-yə. Tənliyi həll etsək 6 ilə 8-in cəmi edir 14 plus 9 23. K bərabər 92-yə. Buradan K bərabər 92-ni bölsəm mən 23 edər 4 dəfə. Deməli K 4-dür. Bizdən nə istəyir? Ən kiçiyini. Ən kiçiyi hansıdır bizdə? 6K-dır. K 4-dürsə 6 vurdur bərabər 24-ə. C variantı. Sual 16. İki operator 162 səhifəli əlyazmanı öz aralarında 7 bölünsün 2 nisbətində böldülər. Hər bir operatora neçə səhifə əlyazma düşdü? 7 bölü 2 varsa, yəni nisbət varsa K qaydası var. Birinə 7K deyirəm, birinə 2K deyirəm. Və bunların cəmi bərabərdir 162-yə. 9K bərabər 162. Buradan K bərabərdir 162-ni bölsək 9-a. 162-ni bölsək 9-a. 16-ın 9-a bir dəfə 9, 9, 16-dan 9, 7. Edər bu 18. K-nın 18 olduğunu tapdıq. Hər operator neçə əlyazma düşdü? Birisində 7K-dır, birisində 2K-dır. Onda K-da 18-dirsə, 7 vur 18 bərabərdir. 7 8, 56, 6 yazıram, 5 yadda, 7 1, 7, 5 yadda 12. Birisində 126, digərsə 2K, 2 vurulsun 18 bərabərdir 36-ya. 126 və 36 D variantı. Sual 17. 280 ədədi 3 və 4 ədədləri ilə tərs mütənasib hissələrə bölünmüşdür. Alınan 2 ədəd tapın. Ədədi verilmiş ədədlərlə tərs mütənasib hissələrə bölmək üçün ədədi verilən ədədlərin tərsi ilə düz mütənasib hissələrə bölmək lazımdır. Yəni biz 280-i 3 və 4 ilə tərs mütənasib hissələrə bölmək üçün 3 və 4-ün tərsi ilə düz mütənasib hissələrə bölməliyik. 3 və 4-ün tərsi nədir? 3-də 1 və 4-də 1. Nə tərs ədədlər? Hasili 1-ə bərabər olan ədədlər. Biz artıq düz mütənasib hissələrə bölməyi bilirik. Deməli biz bu 280-i 3-də 1 və 4-də 1 ilə düz mütənasib hissələrə bölməliyik. Onda K qaydasına istifadə etsək, buna 3-də 1K deyirəm, buna 4-də 1K deyirəm və cəmini bərabər edirəm 280-ə.
O toplasam bunu 3'də 1 ilə 4'də 1'in cəmi orta məxrəc 12'dir. 12'ni 3'ə bölürəm 4. 4 dəfə 1 4 üstə gəl. 12'ni 4'ə bölürəm 3. 3 dəfə 1 3. Bərabər 280'ə. O da 12'də 4 ilə 3'ün cəmi bərabərdir 280. Buradan da K'nı tapsam K bərabərdir 280 bölünsün 12'də 7. O da bərabərdir 280 vurulsun 7 12. Kəsrə bölən zaman birinci olduğu kimi qalır, vurul ikincinin tərsi. O da bərabərdir 280'ə bölsəm 7 edər 40 vur 12 bərabərdir 480. K'nın 480 olduğunu tapdım. Bizdən nə istəyir? Həmin bu hissələri alınan 2 ədədir. Gəlin biz hissələri tapaq. Hissələr bizdə 3'də 1 K'dır, bir də 4'də 1 K'dır. K 480'dir. Gətir yerinə yazsam 3'də 1 K. Yəni 3'də 1 vurulsun 480 bərabərdir. 480 bölsəm 3 edər 160. Və 4'də 1 K isə bərabərdir. 4'də 1 vurulsun 480 bərabərdir 120'yə. Yəni 480 bölü 4. Deməli bizim hissələr 160 ilə 120. Bizə alınan kiçik ədəd soruşur. Bu olar 120 B variantı. Sual 17. Yox 18. 320 ədədi 1 və 3 ədədləri ilə tərs mütənasiblərə bölünmüşdür. Alınan kiçik ədədləri tapın. Eyni qaydan biz 1 ilə 3'ü tərsini tapaq. 1'in tərsi ilə 1'dir, 3'ün tərsi 3'də 1'dir. Birinə 1K deyirəm, birinə 3'də 1K deyirəm. Cəmini bərabər edək 320'yə. Bunu həll etsək. Bax 1K, yəni bunu mən yazıram 3'də 3K. Yazıram buna 3'də 3K. Üstəgəl 3'də 1K edir bu 3'də 4K bərabər 320'yə. K bərabər buradan 320 bölünsün 3'də 4. O da bərabər 320 vurulsun 4'də 3. 320'ni bölsəm mən 4 edər 80, vuruş edər 240. K'nın 240 olduğunu tapdım. Bizim hissələr nədir? 1K'nın 3'də 1K. 1K ilə 240'dır. Digərsi 3'də 1K. 240 vurulsun 3'də 1. O da bərabər 240'ı bölsəm edər 80. Bizim hissələr 240 və 80. Bizdən kiçik ədəd soruşur, bu olar 80 A variantı. Sual 19. (66) ədədi 1, 2 və 3 ədədləri ilə tərs mütənasib hissələrə ayrılmışdır. Alınan ən kiçik hissəni tapın. 1, 2, 3. Tərs mütənasib deyirsə, bunların tərsini tapın. 1'in tərsi 1, 2'nin tərsi 2'də 1 və 3'ün tərsi 3'də 1. Hər birinə K deyək və cəmini bərabər edək 66'ya. Bu tənliyi həll etsək 1, 2, 3 orta məxrəc. Bunu yazan 1'də 1. 1, 2, 3'ün əkobu 6'dır. 6'nı bölürəm 1'ə 6. Vur 1 edir 6. Üstə gəl 6'nı 2'yə 3. 3 dəfə 1 3. Üstə gəl 6'nı 3'ə 2. 2 dəfə 1 2. Bərabər 66'ya. Bu edər 6'da. 6'nın 3'ün cəmi 9 plus 2 11. K bərabər 66. Buradan K bərabərdir 66 bölünsün 6'da 11. O da bərabərdir 66 vur 11'də 6. 66'nın 6 11'i xəsə edərəm mən 11'ə qalar 6. 6 vur 6 edər 36. K'nın 36 olduğunu tapdım. Gətir yerinə yazsaq 1K ilə 36'dır. 2'də 1K. 2'də 1 vurulsun 36 edər 18. 3'də 1K isə 36 vurulsun 3'də 1 bu edər 36 bölü 3 yəni 12. Bizim hissələr 12, 18, 36. Bizdən alınan ən kiçik hissəni soruşur. Ən kiçik hissə olar 12 B variantı. Sual 20. 132 ədədi 2, 3 və 6 ədədləri ilə tərs mütənasib hissələrə bölünmüşdür. Alınan ədədlərin ən kiçiyini tapın. 2, 3 və 6. Bunların tərsini tapsaq 2'də 1, 3'də 1 və 6'da 1. Hər birinə K deyək və cəmini bərabər edək 132'yə. 2'nin 3'ün 6'nın əkobu 6'dır. 6'nı 2'yə bölsəm 3. 3 dəfə 1 3. Üstə gəl 6'nın 3'ə 2. 2 dəfə 1 2. Üstə gəl 6'nın 6'ya 1. Bir dəfə 1 1. Bərabər 132. Bu 6'da 3 2 1 cəmi edər bunun
7, yox 6. 6'da 6K bərabərdir 132'ye. Yəni bu elə 1K'dır. Buradan K bərabərdir 132. Yəni bu 6'da 6 ilə 1'ə bərabərdir. K'nın 32 olduğunu tapdıq. Gətir yerinə yazsaq. 2'də 1K. 2'də 1 vurulsun 132 bərabərdir 66'ya. Sonra 3'də 1K. 3'də 1 vurulsun 132 bərabərdir. 132'ni bölsəm 3'ə nə edər? 44. Və 6'da 1 vurulsun 132. O da nəyə bərabər? 22'yə. Bizdən nəyi soruşur? Alınan ədədlərin ən kiçiyini. Ən kiçik olaraq 22. A variantı. Sual 21. Həqiqi ölçüsü 8 kilometr olan məsafə xəritədə 4 cm olarsa miqyas təyin edin. Miqyas verilən həqiqi ölçünün neçə dəfə kiçildiyini və ya böyüdüldüyünü göstərir. Məsələn, xəritələrdə baxsaz, küncündə həmin xəritənin miqyası göstərilir. Məsələn, tutaq ki, dünya xəritəsinə baxsaz, belə deyək, küncündə onun 1 bölünsün 1 milyon və yaxud 1 bölünsün 100 min, 10 min belə yazılar görəcəksiniz. Bu o deməkdir ki, həqiqi ölçü 100 min dəfə, 1 milyon dəfə kiçildilərək və yaxud bir neçə 100 min dəfə kiçildilərək kiçik bir rəsm halına salınıb. Bu onun neçə dəfə kiçildildiyini göstərir. Və yaxud da bakteriyanın, mikrobların şəkli mikroskopla çəkili böyüdülərək böyük bir şəkil halına gətirilir və yaxud orada yazılır məsələn 10.000 bölünsün 1. Yəni bu həmin şəklin 10.000 dəfə böyüdüldüyünü göstərir. İndi bizə deyir ki, həqiqi ölçüsü 8 kilometr olan məsafə xəritədə 4 cm olarsa, həqiqətdə 8 kilometrdir. Və bu kiçildilib olub 4 cm. Birinci gəlin biz bunun kilometr çevirək santimetrə. 8 kilometr 2 santimetrdir. 8 kilometr 8000 metrdir. 1 metrdə 100 santimetr olduğundan bu 8000'i vuraram 100'ə. Bu edər, ardından 2 sıfır yazaq, bu edər 800.000. Deməli 8 kilometr 800.000'dir. 800.000 həqiqi ölçüdür və o xəritədə 4 santimetr olub. Nə qədər kiçildilib? 800.000'i bölərəm 4'ə. 8'i bölsəm 4'ə edər 2, yəni 200.000. Deməli həqiqi ölçü 200.000 kiçildilib. Miqyas 1 bölünsün 200.000 olar. D variantı. Sual 22. Bakı şəhərindən Balakən şəhərinə qədər məsafə 450 km. Xəritədə Bakı və Balakən arasındakı məsafə 30 cm olarsa xəritənin miqyasını tapın. Həqiqətdə 450 km-dir. Xəritədə isə 30 cm. Gəlin biz birinci bunu çevirək santimetrə. Metrə keçmək üçün 1000'ə vuraram, olar 450.000. Santimetrə keçmək üçün 100'ə vuraram, yəni ardına 2 dənə sıfır əlavə edirəm. Bu həqiqi ölçüdür. Xəritdə isə olar 30 cm. Neçə dəfə keçildilib? Bu cavabı 4.500.000 bu neçədir? 45 4 bu neçədir? 4 milyon yox. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik, 1 milyon, 10 milyon, 45 milyon. Deməli 450 km 45 milyon santimetrdir. Bölsəm 30'a. Sıfırdan 1'ə qədər ixtisar. 45'i bölsəm 3 edir 15. Yəni 15 ardıca 5'dən 0. 1 milyon 500.000. Deməli bu ola 1 bölünsün 1 milyon 500.000 D variantı. Sual 23. Xəritədəki ölçüsü 4,5 cm olan iki şəhər arasında məsafə 135 km-dir. Xəritənin miqyasını tapın. Çevirək biz bunu metrə, yox santimetrə. 135'i vursam yine 135.000. Təzədən 100'ə vursam 2 dənə sıfır əlavə edərəm. Və bunu mən bölsəm 4,5'ə. Onluq kəsrə bölmək üçün surət və məxrəci elə mərtəbə aydın vurmaq lazımdır ki, yəni bölən, yəni məxrəc natural olsun. 4,5 mən 10'a vuraram ki 45 olsun. Eyni zamanda surətdə vurmalıyım ona.
Onda bu olacaq. Ardına bir dənə sıfır əlavə edək. 135 milyon bölünsün 45. 135'i bölsəm 45'e bu eder 3. Ardına da 3'dən 0. Yəni 3 milyon. Yox 6'dan 0 3 milyon. Yəni 1 bölünsün 3 milyon bu olar. B variantı. Sual 24. Həqiqi ölçüsü 200 metre olan yolun plandakı uzunluğu 1 santimetre olarsa miqyası müəyyən edin. 200 metre mən çevirim santimetre. Bu 100'e vuraram bu eder 20.000 santimetr. Və bunu mən bölsəm 1'ə elə 20.000 santimetr edər. Bizdən nə istəyir? Miqyas 1 bölünsün 20.000. C variantı. Sual 25. Ədədi faizi ədəd çevirin. Faizi ədəd çevirmək üçün verilən faizi 100%'e bölərik. O da bərabər 40'ı bölsəm 100'ə sıfırlar getdi. 4 böl 10 edər 0,4. Faizlər getdi. 0,4. B variantı. Sual 26. Faizi ədəd çevirin. 28 faizi bölərik 100%'e. Bu da bərabər 0,28. H variantı. Sual 27. Ədədini faize çevirin. Ədədi faize çevirmək üçün ədədi 100%'e vurmaq lazımdır. 0,7'ni vurarım 100%'e, bu olar 70%. C variantı. Ədədin faize çevirin. Mən bunu vuraram. 0,42'ni vuraram 100%'e. Bu eder 42%. B variantı. Sual 29. 20 ədədinin 7%'ini tapın. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 100'ə bölmək lazımdır. Yəni 20'ni vuruq 7'yə bölürük 100'ə. Buradan 20'dən 20'dən 100 gedək xısar 20'yə, qalar burada 5. 7 böl 5, yəni 5'də 7. O da bərabərdir 1,4. C variantı. Sual 30. 80 ədədinin 15%'ini tapın. 80 vurulsun 15 bölünsün 100. Ədədi faiz göstərən ədədə vurub 100'ə bölürük. Sıfırla getdi ixtisar. 8 vur 15 bölünsün 10. 8 vursam 15 bu eder 120 bölsəm 10'a bərabər 12'ye. 12 B variantı. Sual 31. 30% 60 olan ədəd tapın. Faizinə görə ədəd tapmaq üçün ədədi, yəni 60'ı bölürük faiz göstərən ədədə, vuruq 100'ə. Buradan 60'ı bölsəm 30'a edər 2. 2 vur 100 bərabər 200'ə. A variantı. Sual 32. 40% 20 olan ədəd tapın. Bu üçün ədədimiz 20'dir. Faiz göstərən ədəd 40'dır. 20'yi bölərəm 40'ı vuram 100'ə. 20 ilə 40 ixtisar gedər 20'yə, qalar 2. 100 bölü 2 bərabərdir 50'yə. C variantı. Sual 33. 20 ədədi 40 ədədinin neçə faizini təşkil edir? Bir ədəd, birinci ədəd, ikinci ədədin neçə faiz olduğunu tapmaq üçün birincini bölür ikinciyə vuruq 100'ə. Yəni 20'ni bölürük 40'a, vuruq 100'ə. 20'ni bölsəm 40 edər 1 bölü 2, yəni 20 ixtisar getdi. 100'də 2'yə bölsəm bu edər 50. Yəni 20 40'ın 50%'dir, yəni yarısıdır. 15 ədəd 60'ın neçə faizidir? 15 bölünsün 60 vurulsun 100%. 15'in 60 ixtisar etsəm 15'ə, qalar 1 bölü 4. 100'ü bölsəm 4'ə edər 25. 25% C variantı. Sual 35. Qoyulan məbləğ 1000 manat. Qoyulan müddət 2 il. 50% artıb 20. Son məbləğ A. Sadə faiz artımı düsturundan istifadə edərək A-nı tapın. Faiz artımı düsturlarına baxaq. Birinci, biz burada qoyulan məbləği S hərfi ilə, götürülən məbləği A hərfi ilə, müddət N, faiz P ilə işarə etsək. Ona sadə faiz artımına görə S bərabərdir A vurulsun 1 üstəgəl P vurulsun N bölünsün 100. Bu olur sadə faiz artımı. Mürəkkəb faiz artımı isə S bərabərdir A vurulsun 1 plus minus deyək, çünki artanda plus, azalanda minus. 1 plus minus P bölünsün 100 mötərizə üstü N. Bu isə mürəkkəb faiz artımı. Düsturda olan təkcə fərq baxın bu N-dədir. Mürəkkəb faizi N mötərizənin qüvvətində, sadə faizi isə mötərizənin daxilində P-nin yanında.
Nədir bəs sadə faiz artımının mürəkkəb faiz artımından fərqi? Baxın, sadə faiz artımında biz banka 1000 manat pul qoyuruq. Və deyək illik 10% gəlirlə banka pul qoyuruq. 3 il sonra nə qədər pul olar? Bizə şərtlə deyək ki, banka 1000 manat pul qoyuruq. Hər il bu pulun üzərinə ilkin qoyulan məbləğin. Yəni ilkin qoyulan məbləğin deyirsə, bu artıq sadə faiz artımıdır. Yəni 1 il tamam olur. 1 il tamam olur və bu 1000 manat üzərinə 1000'in 10%. 1000'in 10%'e qədər pul gəlir. 1000'in 10% nədir? 100 manat. Yəni 1 il sonra pul olur 1100 manat. Növbəti ildə 2 il sonra da üzərinə 100 manat gəlir. Olur 1200 manat. 3 il sonra isə yenə 100 manat, 1300 manat. Deməli, hər il sabit olaraq 100 manat pul gəldi. Bu oldu sadə faiz artımı. Amma mürəkkəb faizdə isə 1000 manat pul qoymuşuq və hər il bu pulun üzərinə əvvəlki ilin və yaxud da cari məbləğin 10% qədər pul gəlir. Belə şərtlər verir. Nədir bunun fərqi? Əvvəlki ilin, yəni biz banka qoyuruq 1000 manat. 1 il keçir, üzərinə gəlir 10%, 1000'in 10%. 1000'in 10%'i 100'dür. Oldu 1100 manat. Artıq ikinci il mürəkkəb faizdə bu pulun üzərinə 100 manat yox. Əvvəlki ilin, yəni bu 1100'ün 110% gələcək. 1100'ün 10% edir 110. Artıq üzərinə bunun 110 manat pul gələcək. Olacaq 1210 manat pul. Artıq növbəti il isə, 3-cü il isə pulun üzərinə nə 100 manat, nə də 110 manat yox. Bu 1210'un 10%, yəni 121 manat pul gələcək. Baxın, mürəkkəb faiz artımının sadə faiz artımından fərqi budur. Sual baxaq sual 35'ə. Bizdə burada, baxın, il burada 2'dir. Düsturda əgər sadə faizdə ilin müddəti azdırsa, düsturda yazma ehtiyac yoxdur. 1000 manat pul qoyuruq və illik faiz artımı 20%-dir. 1000'in 20% nədir? 1000 vurulsun 20, bölünsün 100. Sola geçsə ixtisar qalır 10 vur 20, 200. Deməli, hər il bu pulun üzərinə 200 manat pul gələcək. 1 ilə 200 manat, bəs 2 il sonra 2 vurulsun 200. 2 il ərzində 400 manat pul gələcək. Belə olacaq pul 1400 manat. Sual 36. 3000 manat qoyulan məbləğ, müddət 2 il və illik faiz artımı 10%. 3000'in 10%'ini tapsam bu edər 300 manat. Bəs 2 ilə nə qədər pul gələr? 2 vurulsun 300. Yəni bu edər 600 manat pul. Yəni sadə faiz dediyindən 3000 manat pul qoymuşuq. Hər il bu pulun üzərinə 300 manat pul gəlir. 2 il isə 600 manat. Cəmi olar 3600 manat pul. 3000 üzərinə gəldi. 600 elədi 3600. A variantı. Son 37. Elçin hər il qoyulan məbləğin, baxın, qoyulan məbləğin deyirsə, bu artıq sadə faiz artımıdır. 20%'e qədər artım verən banka 1000 manat pul qoydu. Onun pulu 2 ildən sonra neçə manat olacaq? Deməli, hər il bu pulun üzərinə 1000'in 20% edir 200 manat. Hər il bu pulun üzərinə 200 manat pul gələcək. 1 il sonra olacaq 1200, 2 il sonra olacaq 1400. Yəni 2 ilə cəmi 400 manat pul gələcək üzərinə. A variantı. Sual 38. Elvin hər il qoyulan məbləğin 15%'e qədər artım verən banka, baxın, qoyulan məbləğ isə bu sadə faizdir. 2000 manat pul qoyur. 2000'in mən birinci 15%'ini tapıram. Bu edir 300. Deməli, hər il bu pulun üzərinə 300 manat pul gəlir. 2 ildən sonra nə qədər pul gələr? 2 vur 300. Yəni 600 manat pul gələr. 2000 manat pul qoymuşdu. 600 manat gəldi, üzərinə elədi 2600. Elmin hər il əvvəlkini, baxın, hər il əvvəlkini deyirsə, deməli bu mürəkkəb faiz artımıdır. 10%'e qədər artım verən banka 2000 manat pul qoydu. Onun pulu 2 ildən sonra neçə manat olacaq? Deməli, 2000 manat pul qoyub 1 il keçir, 2000'in 10%. Nə edir? 200 manat. 1 il keçdi, pulun üzərinə gəldi 200 manat. Artıq Elminin bankda 2200 manat pulu var. Növbəti il isə 200 manat yox, 2200'ün 10%. 2200'ün 10% nədir? 220. Onu bölərəm. Artıq növbəti il 220 manat pul gələcək. 2200 var idi. Üzərinə də 220 gəlsək,
Bu edər 2420 manat pul. Yəni D variantı. Gəlin sual 40-ı. Düsturunu yazaq. Düsturda S bərabərdir. A vurulsun 1 üstəgəl P bölünsün 100 üstəyin. Onda S bərabərdir. Qoyulan məbləğ bizdə A-na işarə etsək, yerini dəyişik yazıq. Gəl A olsun götürülən məbləğ, S olsun qoyulan məbləğ. A bərabər qoyulan məbləğ 1000-dir. Vurulsun 1 üstəgəl faiz 20-dir. Bölünsün 100. Üstündə N-də 2-dir. O da bərabər 1000 vurulsun 1 üstəgəl 120 yəni 10-da 2. Yəni bu məsələdən içərisində nə olacaq? 1 üstəgəl bu 10-da 2-dir. Sıfıra getdiksə 1 üstəgəl 0,2 bərabər 1,2-yə. 1,2-nin kvadratı nədir? 1,44. Olacaq bu məsələdən qiyməti 1,44. 1000 vurulsun 1,44. O da bərabərdir 1440-a. Olacaq 1440 manat pul. C variantı. Sual 41. 20% 40 olan ədədin 25%-ni tapın. Birinci biz 20%-i 40 olan ədəd hesablayaq. Faizinə görə ədəd tapmaq üçün ədədi 40-ı bölürük. Faiz göstərən ədədi vururuq 100-ə. 40 bölünsün 20 vur 100. 40-ı 20 bölsəm mən edər 2. 2 vur 100 edər 200. Və 200-ün 25%-ni tapmaq üçün 200 vurulsun 25 bölünsün 100. Buradan 25 ilə 100-ü yıxsar edərəm mən. 200 ilə 100-ü yıxsar edərəm 100-ə, qalar 2. 2 vur 25 bərabər 50-yə. B variantı. Sual 42. 60% 72 olan ədədin 50%-ni tapın. 60% 72 olan ədəd 72-ni bölürük 60-a, vurur 100-ə. Buradan 0-dan 1 getdi ixtisar. 72-ni bölsəm 6 edər 12. 12 vurulsun 10 bərabər 120-yə. Ədəd 120-dir. 120 50%-ni tapın. 50% yarı deməkdir. 120-ni vuraram 50-yə, bölərəm 100-ə. Getdi ixtisar 100 ilə 50, 50-yə qaldı. Burada 2, 120 bölü 2 bərabər 60-a. Sual 43. 720 ədədini 25% azaltsaq, hansı ədəd alınır? Bu cür sualları biz müxtəlif yollarla yaza bilərik. Məhsulun, ədədin, yəni nəyəsə ilkin qiyməti, birinci qiymət həmişə 100% qəbul olunur. Ədədimiz 720-dir. Baxın bu 100%-dir. Biz bunu 25% azaldırıq. 100-dən 100-ü mən azaltsam 25%, 100 çıxılsın 25 edir 75%. 720-ni mən azaldıram 25%, bilmirəm hansı ədəd alınır. Ona x deyirəm və bu x da 75%-dir. Və bu tənasübü həll etsəm, çarpaz vursam. X vurulsun 100 bərabərdir 720 vurulsun 75. Buradan x bərabərdir 720 vurulsun 75 bölünsün 100. 75 ilə 100-ü mən ixtisar edərəm burada 25-ə. Qalar burada 4, burada 3. 720 bölsən 4-ə edər bu 23. Yox, 23 yox. 720 bölsəm 4 edir 18. Yəni 720 bölsəm 4 edir bu 180. Vur 3 bərabərdir 18 3 vursam 540. Yəni 180 3 vursam 540. Deməli x burada 540-dır. Mən 720-ni azaltsam 25%, 540-dır və yaxud da 720-ni 25% azaltmaq 720-dən 720-nin 25%-ni çıxmaq deməkdir. 725% nə edir? 100 ilə 25 ixtisar getdi, 25-ə qaldı 4. 720 bölü 4 edir bu 180. 720-dən mən çıxsam 180-i 0-dan 12-dən 8, 4, 6-dan 1, 5 qalar 540. Sonra sual 44. 40 ədədini 20% artırdıqda hansı ədəd alınır? 40 ədədini 20% artırmaq 40-ın üzərinə 40-ın 20%-in gəlmək deməkdir. Buradan 0-la getdi ixtisar. 40-ın 20% edər 8. 40 ilə 8-in cəmi edər 48. Və yaxud da uşaqlar belə edə bilərik. 40 ədədi özü, yəni ilkin aldı 40 ədədi 100%-dir. Biz 20% artıranda bu edir 120%. Yəni biz elə 40-ın 120%-ni tapsaq, elə 40-ı 20% artırmışıq demək. 40-ın 120%-ni tapmaq üçün 40 vur 120 bölü 100. 0-la getdi ixtisar 4 vur 12 edər 48. Baxın birbaşa elə cavabı tapmış olarıq. Sonra sual 45. Ayaqqabının qiyməti 50 manatdan 60 manata qədər artırıldı. Ayaqqabının qiyməti neçə faiz artırıldı? Baxın belə suallar yazmaq üçün
Bizim bir düsturumuz var ki, fərq bölünsün dan-dən vur göz. Bu baxın, dan üstü bu kvadrat demək deyil. Bu çıxışlı halının şəkilçisi olan dan-dən şəkilçisidir. Necə yazırıq? Baxın, qiymət 50 manatdan 60 manata qalxıb. Necə tətbiq edək bu düsturu biz bu suallara? 50 manatdan deməli, düsturda sürətdə var fərq. Fərq deyəndə bu ədədlərin fərqi 60 çıxılsın 50. 50 manatdan bəs bu məxrəcini yazaq. Baxırıq görə bu şərtdə bu dan-dan şəkilçisi hansı ədədə aiddir? 50 manatdan. Baxın, dan-dan aiddir 50-yə. 60 məxrəci yazıram 50-ni, vurulsun 100. O da bərabər. 60-dan çıxsam 50 edər. 10 bölünsün 50, vurulsun 100. 100-dən 50-yə xəsər edəm mən 50-yə. Qalar 2. 10 vur 2 bərabər 20-yə. Yəni 20% artırıldı. D variantı. Sual 46. Paltonun qiyməti 200 manatdan 260 manata qədər artırıldı. Paltonun qiyməti neçə faiz artdı? Paltonun qiyməti 200 manatdan 260 manata. Baxın, yenə dan-dən var. Düsturumuz necə idi? Fərq bölünsün dan-dən vurulsun 100%. Fərq deyəndə bu ədədlərin fərqi. Deməli, surətdə biz yazacağıq. 260 çıxılsın 200 bölünsün. Bu dan-dən nəyə aiddir? 200 manatdan 200-ə. Deməli, məxrəci yazırıq 200-ə. Vurulsun 100. O da bərabərdir. 260-dan çıxsam 200 edir 60. Bölünsün 200, vurulsun 100. 200-dən 100-ə xəsər edərəm 100-ə, qalar burada 2. 60 bölü 2 edər 30%. Deməli, qiymət 30% artırıldı. Sual 47. Malın qiyməti 40 manatdan 32 manata endirildi. Baxın, 40 manatdan 32 manata. Fərq bölünsün, dan-dan vuruyoruz. Fərq nədir? 40 çıxılsın 32. Edər 8. Manat, bu dan-dan hansı ədədə aiddir? 40 manatdan, 40-dan, yəni 40 aiddir. Məxrəci yazır 40-ı. Vurulsun 100%. O da bərabərdir. 8 ilə 40 xəsər edəm 8-ə. Qalar burada 5. 100 bölü 5 bərabərdir 20-yə. 20% endirildi. Sual 48. Televizorun qiyməti 400 manatdan 340-a. Fərq 400 çıxılsın 300 edər 60. 400 manatdan bu dan şəkilçisi 400 aiddir. Məxrəci yazırıq 400-ü, vurulsun 100. 400-dən 100-ə xəsər edərəm 100-ə. Qalar 4. 60-ı bölsəm 4-ə edər 15. 15% endirildi. Sual 49. Ədəd 3 dəfə artmışdır. Bu artımı faizli ifadə edin. Baxın, burada düsturla falan yazmaya ehtiyac yoxdur. Bizə ədəd konkret. Özümüzdən bir ədəd götürək. Faiz məsələlərində ən sadə ədəd 100-dür. Ədədimiz olsun 100. Nəyə görə 100 verdik? Çünki 100-ün, belə 100 elə, yəni biz ədədin, məhsulun, ilikin qiyməti, mayə dəyəri tamı 100% qəbul edirik. Bu 100%-dir. Ədədimiz 100-dür. 3 dəfə artırılmışdır. 100-ü mən artırdım 3 dəfə, yəni 100 vurulsun 3, edir 300. Bu 300 nədir? Bəs bu 300 də 100-ün elə 300%-dir. Yəni 100-ün istənilən faizi özünə bərabərdir. 100 verməyimizin səbəbi budur. Deməli, deyir ki, artımı faizli ifadə edin. Yaxşı, necə artdı? Əvvəl 100% idi, indi oldu 300%. 300-dən çıxaram 100-ü, edər 200% artdı. B variantı. Sual 50. Ədədi 2,5 dəfə artırsa, ədəd neçə faiz artar? Ədədiniz olsun 100, bu 100%-dir. Artırsam mən bunu 2,5 dəfə, yəni vursam 2,5-ə edər. 100 vurulsun 2,5 bərabərdir 250-yə. Ədəd oldu 250. Bu da elə 250%-dir. Necə artdı? 250-dən çıxaram 100-ü bərabərdir 150-yə. 150% artdı. Sual 51. Ədəd 4 dəfə azalmışdır. Bu azalmanı faizlə ifadə edin. Ədədimiz yenə 100 olsun. Bu 100%-dir. 4 dəfə azaltdıq. 100-ü azalsam 4 dəfə 100 bölü 4 edir 25. 25 də 100-ün elə 25%-dir. Əvvəl 100% idi, indi 25%. 100%-dən çıxsam 25%-i nə edər? Edər bu 75%. Ədəd 75% azaldı. Sual 52. Ədədi
2,5 dəfə azaltsaq ədəd neçə faiz azalar? Ədədimiz olsun 100. Bu 100 faizdir. Ben bunu azaltsam 2,5 dəfə. 100'ü bölsəm 2,5'ə. Onluq kəsrə bölmək üçün biz bölünəni və böləni elə mərtəbə idi. Yəni 10'a 100'ə 1000'ə vurmalıyıq ki, bölən olsun natural. Mən 25'i 10'a vursam natural olar. Eyni qaydada bölünəni 100'də vurmalıyıq 10'a ki, qiymət dəyişməsin. Bu olar 1000 bölünsün 25. 1000 də bölsəm 25 edər 40. Deməli, mən 100'ü azaltsam 2,5 dəfə, bu olar 40. Bu 40 da 40 faizdir. Əvvəl 100 faiz idi, indi 40 faiz. Necə dəyişdim? 100 faizdən çıxaram 40 edər, 60 faiz azalmışdır. Sual 53. Ədədi 20 faiz artırsaq, bu ədəd neçə dəfə artar? Ədədimiz 100'dür. Bu 100 faizdir. Mən bunu artırsam 20 faiz. 100'ü 20 faiz artırmaq olur yəni. 100'ün üzərinə 20 faizin gəlir. Bu olur elə 120. Çünki 100'ün 20 faizi elə 20'dir. 100 vermemizin səbəbi budur ki, 100'ün istənilən faizi özünə bərabərdir. 100'ü mən artırım 20 faiz oldu 120. Yəni bu 120 faizdir. Ədəd neçə dəfə artar? Əvvəl 100 idi, oldu 120. Neçə dəfə artdım? 120'ni bölərəm 100'ə. Sıfırlar getdiksə 12 bölən edər 1,2. Ədəd 1,2 dəfə artar. Sol 54. Ədədi 80% artırsaq, ədəd 100'dür. Mən bunu 80% artırsam olar 180. Yəni 100'ün üzərinə 100'ün 80%'in gələrəm. 100'ün 80% 80'dir. 100'ün üzərində 80 gəlsəm edər 180. Neçə dəfə artdı? 180'i bölərəm 100'ə. 180'i də bölsək 100'ə. Sıfırlar getdi. İxtisar 18 böl 10 edər 1,8. Sual 55. Ədədi 80% azaltsa, bu ədəd neçə dəfə azalar? Ədədimiz 100'dür. Bu 100 faizdir. 80% azaltsam nə olar? 100'ün 80%, yəni 100'ü 80% azaltmaq 100'dən 100'ün 80%'in çıxmaq deməkdir. 100'ün 80% 80'dir. Qalar 20. Deməli mən 100'ü 80% azaltsam qalar 20. Neçə dəfə azalar? 100'dən gəldi 20'yə. Neçə dəfə azaldı? 100'ü bölərəm 20'yə. Bu olar 5 dəfə azalar. Sual 56. Ədədi 90% azaltsaq. Ədəd 100'dür. 90% azaltsam nə olar? 100 çıxılsın 90. Olar 10. Ədəd 100 idi, oldu 10. Neçə dəfə azaldı? 100'ü bölsəm 10'a edər 10. 10 dəfə azalar. Sual 57. Düzbucaqlığın enini 30% artırıb, uzunluğunu 20% azaltsaq. Sahəsi necə dəyişər? Düzbucaqlığın tərəflərini özümüzdən qiymət verək. Uzunluğuna verim 20, eni olsun 10. Bunun sahəsi nə olacaq? S bərabərdir. 20'ni vursam 10'a edər 200. İndi ikinci halda uzunluğunu enini 30% artırım. Eni 10'dur. 10'u 30% artırmaq onun üzərinə, onun 30%'in gəlmək demək. 10 30% nədir? 10 vurulsun 30, bölünsün 100. Yəni 3. 10 üstə gəlir 3, bərabər 13. Artıq yeni düzbucaqlığın eni 13'dür. Uzunluğu, bəs uzunluğu isə 20% azaltsaq, uzunluq 20'dir. 20'ni 20% azaltmaq 20'dən 20'nin 20%'in çıxmaq deməkdir. 20'nin 20% 4'dür. 20 çıxılsın 4 bərabər 16'ya. Yeni düzbucaqlığın uzunluğu 16'dır. 13'ü vursam 16'ya nə edər? 13'ü vursaq 16'ya. Bu edər 3 dəfə 6 18 bir yadda. 3 dəfə 1 3 bir yadda 4 16 8 4 6 10 bir yadda 1 bu da yadda 2. Deməli burada sahə oldu isə 208. Əvvəl sahə 200 idi, indi oldu 208. Yəni sahə necə dəyişdi? 200'dən 208'e gəldi. Sahə əvvəl 200'di, oldu 208. Yəni biz sahəni 200'dən 208'e gətirdik. 200'dən 208'e neçə faiz artdı? Yəni dediyimiz düsturla fərq bölünsün, damdən vurulsun 100%. Onda fərq nədir? 208'dən çıxsam 200 edir 8. Bu damda nəyə aiddir? 200'dən 200'ə məxrəci yazıram. 200'ü vurulsun 100. 100 ilə 200 iqtisar edirəm 100'ə, qalar 2. 8'i bölsəm 2 bərabərdir. 4% sahə artdı. 200'dən gəldi 208'e 4% artar. C variantı. Sual 58. Düzbucaqlığın enini 40% azaldıb, uzunluğunun 20% artırsaq sahəsi necə dəyişər? Eyni qayda ilə düzbucaqlığın eninə 20 verək.
Daha doğrusu 20, uzunluğuna 20 verək, eninə 10. Sahə olacaq 200. İndi uzunluğunu birinci enini 40% azaldıb. Eni 10'dur. Onu mən 40% azaltsam, ondan onun 40%'ini çıxaram. Onun 40% 4'dür. Ondan çıxsam 4'ü bərabərdir 6'ya. Yeni düzbucaqlının eni olacaq 6. Bu tərəfdən yazaq. Uzunluğu isə uzunluğun 20% artırsaq, uzunluğu 20'dir. 20'ni 20% artırmaq, 20'nin üzərinə 20'nin 20%'in gəlmək deməkdir. 20'nin 20%'i 4'dür. 20 üstə gəl 4 bərabər 24'ə. Yeni düzbucaqlının uzunluğu isə 24'dür. Onun sahəsi nə olacaq? S bərabər 6 vurulsun 24. 6'nı vursam 24'ə. 6 dəfə 4 24. 4 yazıram 2 yadda. 6 vur 2 12. 2 yadda 14. Yeni sahə isə 144'dür. Sahə əvvəl 200 idi. Sonra oldu 144. Yəni sahə necə dəyişdi? Sahə 200'dən, baxın, bəzi suallarda açıq aydın belə verməyəcək. Biz həmin məsələni bu fərq bölünsün dan vurulsun 100% düsturuna gətirəcək. Sahə 200 idi, sonra oldu 144. Yəni 200'dən 144'ə gəldi. Necə dəyişdi? Fərq 200'dən çıxsam 144 edər 56. Bu dan nəyə aiddir? 200'ə. 100 məxrəcdə 200 vurulsun 100. Buradan da 100 ilə 200 iqsa edər, qalar 2. 56'nı bölsəm 2 edər 28. 28% azaldı C variantı. Sual 59. A ədədi B ədədinin 80% olarsa, B ədədi A ədədinin neçə faiz olar? Belə suallar yazmaq üçün sadə yollardan biri, gəlin A ilə B-yə qiymət verək. Deyir, A B-nin 80%-dir. Onda A ilə B-yə qiymətlər verim ki, A B-nin 80% olsun. Məsələn, B-yə verirəm 100, A B-nin 80%-dir. Onda 100'ün 80% nədir? 80. Yəni, baxın, A B-nin 80%. 80 100'ün 80%-dir. Onda yaxşı, bəs B A-nın neçə faizi? Yəni 100 bəs 80 neçə faizidir? Bunu tapmaq üçün 100'ü bölürəm 80'ə, vuram 100'ə. Buradan 100 ilə 80 ixtisar edərəm mən 20'yə, qalar 4 burada, burada 5. 100 ilə 4 ixtisar edərəm 4'ə, qalar burada 25. 5 vurulsun 25 bərabər 125'ə. 100 isə 80 olar 125%. Sual 60. A ədədi B ədədinin 250% olarsa, B ədədi A ədədinin neçə faiz olar? A B-nin 250%-dir. Mən B-yə versəm 100. Onda A nə olmalıdır? 250. 250 100'ün 250%-dir. Yaxşı, bəs B ədədi A-nın neçə faizidir? Bunun üçün B-ni 100'ü bölərəm 250'yə, vuraram 100'ə. Yəni bir ədəd digərinin neçə faiz olduğunu tapmaq üçün birincini bölür ikinciyə vururuq 100'ə. Bizdən 100'ün 100 ədədi 250'nin neçə faiz onu istəyir. 100 bölü 250 vur 100. Buradan ixtisarlar etsək, sıfırların biri getdi ixtisar. 100 ilə bu 25 ixtisar edən mən 25'ə, qalar burada 4, burada 1. 100'ü də onu da vursam 4 edər 40. Deməli 100 250'nin 40%-dir. Cavab D variantı. Sual 61. A ədədi B ədədindən 80% azdır. B ədədi A ədədindən neçə faiz çoxdur? A ədədi B ədədindən 80% azdır. Mən B-yə 100 versəm, bax A B-dən 80% azdır. 100'dən 80% az olan ədəd hansıdır? 100'dən çıxıram 100'ün 80%-ni. 100'ün 80%-i 80'dir. Qalar 20. Deməli A 20 olmalıdır ki, 20 100'dən 80% azdır. 100 100%, 20 20%. 100 çıxılsın 20 80. İndi deyir ki, bizə bəs B ədədi A ədədindən neçə faiz çoxdur? 100 20'dən neçə faiz çoxdur? Baxın bizdən nə istəyir? 100 20'dən neçə faiz çoxdur? Demir ha bizə 120 neçə faizdir? 120'dən neçə faiz çoxdur? Baxın 120'dən hansı düstura gəldi? Yenə fərq bölünsün dan düsturuna vurulsun 100%. O da bərabərdir. Fərq nədir? 100 çıxılsın 20 edər 80. Məxrəci nə yazırıq? Bu dandan 120'dən məxrəci yazıram 20'ni vurulsun 100. Bu dandan 20'yə aiddir. 80'i bölsəm 20'yə edər burada 4. 4'ü vursam 100'ə edər 400. Deməli 120'dən 400% çoxdur. D variantı. Sual 62. A ədədi B ədədindən 25% çoxdur. B ədədi A ədədindən neçə faiz azdır? Yəni bizdə A ilə B var. Deyir ki, A ədədi B ədədindən 25% çoxdur. Mən B-yə 100 versəm, A nə olmalıdır ki, 100'dən 25% çox olsun. 100'dən 25% çox nədir? 125.
100 100%'dir, 125 125%. İndi B ədədi A ədədindən neçə faiz azdır? Bizdən nə istəyir? Bizə deyir ki 100 125-dən xüsusi göstərir. 125-dən neçə faiz azdır? Fərq bölünsün, dandan vuruyoruz. Fərq nədir? 125-dən çıxaram 100-ü, edər 25. Bölünsün, dandan nəyə aiddir? 125-ə. Vurulsun 100%. Buradan 25-dən 125-ə ixtisar edərəm mən 25-ə. Qalar burada 5. 100 bölünsün 5 bərabər 20-yə. Deməli 20% azdır. B variantı. Sual 63. Qrafikə görə məhlulun duzluq faizini tapın. Məhlul məsələsini həll etmək üçün demişdik ki, istənilən məhlul məsələsini yazmaq üçün maddə bölünsün məhlul vurulsun 100%. Düsturundan istifadə edir. Gəlin yenidən məhlul məsələni izah edək. Baxaq nədir məhlul? Məhlul maddə ilə, yəni həll olan maddə ilə həlledicinin qarışımıdır. Həlledici olaraq biz əsasən suyu götürürük. Həll olan maddə isə bizə məsələlərdə olur, məsələn, duz, şəkər, spirt və yaxud müxtəlif deməli bizdə maddə deyəndə biz götürürük həmin bu duz, şəkər, spirt və s. Məhlul isə su ilə maddənin qarışımıdır. Su yəni həlledici, gedir əslində həlledici ilə həll olan maddə. Amma əsasən həlledici olaraq su istifadə olunur. Biz istənilən məhlul məsələsini yazmaq üçün bu düsturdan istifadə edirik. Maddənin miqdarı, qısaca maddənin miqdarı bölünsün məhlulun miqdarı vurulsun 100%. İstənilən məhlul məsələsini biz bu düsturdan hesablaya bilirik. Gəlin baxaq məsələlərə, onu görə izah edək. Sual 63-də. Qrafikə görə məhlulun duzluq faizini tapın. Yəni duzluq faizi o deməkdir ki, məsələn 60 qram 20%li məhlul. Bu o deməkdir ki, bu 60 qram məhlulun 20%li maddə, yəni duzdur. Və yaxud da 80 qram 25%li spirt məhlulu. Bu demək ki, bu 80 qramın 25%li spirtdir, yəni maddədir. Bu məhlulun faizi məhlulun tərkibində olan maddənin miqdarını bildirir. Son 60-da qrafikə görə məhlulun duzluq faizini tapın. Baxın, bizə baxsa qrafikə, duzun miqdarı 20-dir, su 30-dur. Yəni bizdə maddənin miqdarı 20 qramdır, 20-dir. Məhlul su isə 30-dur. Onda bizdə məhlul miqdarı nə qədərdir? Məhlul nə idi bizdə? Məhlul su ilə maddənin cəmi qarışımı. Su nə qədərdir? 30 qram. Bəs maddə nə qədər? Duz, yəni 20. 30 ilə 20-nin cəmi olar 50. Deməli, bizdə məhlul miqdarı 50-dir. Maddə bəs duz. Maddə isə 20-dir. Onda düsturda yazsaq yerinə, maddə bölünsün məhlul vuruyoruz. Maddə nə qədər oldu bizdə? 20. Bölünsün məhlul nə qədər? 50. Vurulsun 100%. Buradan 50 ilə 100-ü ixtisar edərəm 50-yə, qalar 2. 20 vur 2 bərabər 40-a. Deməli, məhlulun duzluq faizi olar 40%. C variantı. Sual 64. Qrafik görə məhlulun duzluq faizini tapın. Yəni, maddə bölü məhlulu vuruyoruz. Maddə nə qədərdir? 30 qram. Surətdə yazır 30. Məhlul nə qədərdir? Gətir 50 yazmayın. Bəli. Baxın, artıq buradan məhlul verir. Diqqətli olaq. Bizdə bu aşağıda məhlulun miqdarıdır. Yəni, bu absoxunda. 50 qram məhluldur. Yəni, bu 50 qram məhlulda məhlul nə idi? Su ilə maddənin cəmi. Yəni, bu 30 qram duz maddə, elə bu məhlulun, yəni bu 50-nin içərisindədir. Geriyə qalan 50 çıx 30, yəni 20 qramı sudur. Məxrəci biz nə yazırdıq? Məhlul. Nə qədərdir məhlul? 50. Götür 20 yazmayın, o suyun miqdarıdır. Məhlul maddə ilə suyun qarışımıdır. Məhlul miqdarı bizə verir 50-dir. 30 bölü 50 vurulsun 100. Buradan 50-yə ixtisar etsəm, qalar 2. 30 vur 2 bərabər 60-a. Deməli, məhlul 60%-dir. Sual 65. M16 eyni ədədləri 3 bölünsün, 4 bölünsün, 5 nisbətində olarsa, M plus-in cəmini tapın. Yəni, bu ədədi verilmiş ədədlərlə belə nisbət kimi göstərilib və bizdə nisbət məsələsini yazmaq üçün
demişdik K qaydası. İstənilən nisbət məsələsini yazmaq üçün istifadə edirik K qaydasından. Yəni baxın M16-yə uyğun olaraq 3 4 5. Onda birinə M-ə 3K deyirəm, N-ə 16-ya 4K deyirəm və N-ə deyirəm 5K. Baxın bizdə 4K 16 bizə verilib. Yəni 4K bərabər 16-yam. Onda buradan K-nı tapsam 16 bölü 4 edər 4. K-nın 4 olduğunu tapdım. Gətir yerinə yazsam. M məndə 3K-dır. K-dır 4-dürsə 3 vurulsun 4 bərabər 12-yə. N nədir? N bərabər 5K-ya. 5 vurulsun 4, K 4-dür, bərabər 20-yə. Bizdən nə istəyir? M plus N-im. M 12-dir, K 20-dir. 12 ilə 20-nin cəmi bərabərdir 32-yə. C variantı. Sual 66. X, 12, Y ədədləri 2, 4, 7 nisbətində olarsa, Y çıxsın X ərqini tapın. Uyğun olaraq X-a 2K deyirik, Y 12-yə 4K deyirik, Y-ə 7K deyirik. Baxın 4K 12-dir. Yəni 4K bərabər 12-yə. Buradan K-nı tapsan, K bərabər 3-ə. 12 bölü 4. K-nın 3 olduğunu tapdım. Onda bizdən nə istəyir? X çıxılsın Y-ə. Yox, Y çıxılsın X. Baxın biz burada Y-dən X-i burada göstərdiyimiz kimi ayrı-ayrı tapa bilərik M-ində olduğu kimi. Amma bizdə Y çıxılsın X istəyir. Ayrı-ayrı tapma ehtiyacı yoxdur. Y bizdə 7K-dır, X də bizə 2K-dır. 7K-dan 2K-nı çıxsan bu edər 5K. Y çıxsın X fərqi 5K-dır. K-da 3-dürsə 5 vur 3 edər 15. Əgər tapsa əgərsə biz Y 7 vur 3 edər 21, X tapsa 2 vur 3 edər 6. 21-dən yenə çıxsa 6, yenə 15 alınlar. Sual 67. Elmar bankdan 5000 manat pul götürdüm və hər ay banka 500 manat pul ödəməklə 1 il müddətində geri qaytardı. Bankın illik faizini tapın deyir. Baxın, 5000 manat pul götürür. 1 il ərzində ayda 500 manat ödəyir. Yəni 1 ildən içində ay var, 12 ay. Ayda 500 manat ödəyirsə, deməli, nə qədər ödəyəcək? 12 vur 500. Bərabərdir 6000-ə. Deməli, 5000 pul götürür bankdan. Amma 1 il ərzində ora 6000 manat pul qaytarır. Deməli, nə qədər artıq qaytarır? 1000 manatını artıq qaytarır. Onda illik faiz nə qədərdir? Yəni, bu 5000 manat 5000 üzərinə gələn faizdir. İllik faiz dəyəri nə qədərdir? 1000-i bölərəm 5000-ə, vuraram 100-ə. Onda buradan 1000 bölsən 5000-ə, 1000-ə qədər ixtisar, qalar burada 5. 100-ü bölsən 5-ə edər 20. Deməli, bankın illik faizi 20%, B variantı. Sual 68. Elman bankdan 2500 manat pul götürdü və hər ay banka 225 manat pul ödəməklə 1 il müddətində geri qaytardı. Yəni 12 ay müddətində. Onda nə qədər pul qaytarıb geri? 225-i vurarıq 12-yə. 225-i vursam 12-yə nə edər? 2250-nin üzərinə mən gəlsəm, gəlin vuraq. 2 dəfə 5, 10. 2-ni vursam 225 edir bu, 450. 1-i vursam 225 edir, 225. 0, 10, 4, 8, 6, 1 yadda 7, 2700. Deməli, 2700 pul qaytardı. 2500 götürdü, 2700 qaytardı. Nə qədər artıq qaytardı? 2500 götürüb, 2700 qaytarıb. 2700-dən çıxsam 2500-ü, qalar 200. 200 manat artıq qaytarıb. Bax, bu onun illik faizidir. Yəni 200, 2500-ün üzərinə gələn faiz miqdarıdır. Onda neçə faizdir? Onu tapmaq üçün 200-ü bölərik 2500-ə, vurarıq 100-ə. Buradan sıfırlar gedər ixtisar. 100 ilə 25 ixtisar edərəm, 25-ə qalar 4. 2 vur 4 bərabər 8-ə. İllik faiz 8%. 69. X və Y düz mütənasib kəmiyyətlərdir. X bərabərdir 4 olduqda, Y bərabərdir 6 olarsa, X və Y düz mütənasib kəmiyyətlərdir. X 4 olduqda Y bərabər 6, X bərabər 6 olduqda Y tapın deyir. Əgər kəmiyyətlər bir-birinə düz mütənasibdirsə, onda uyğun kəmiyyətlərin nisbəti sabitdir. Düz mütənasib kəmiyyət, əgər asıllıq düz mütənasibdirsə, uyğun kəmiyyətlərin nisbəti sabitdir. Yox, tərs mütənasibdirsə, uyğun kəmiyyətlərin hasili sabitdir. Gəlin biz bunu cədvəllə göstərək, daha rahat aydın olsun. X-in qiymətləri və Y-in qiymətləri. Deyir ki, bizə X 4 olduqda Y 6 olur. X 6 olduqda Y gəl buna 1, elə Y olsun. Sual, yəni Y bilmirik. Gəlin buna bir A deyək.
Biz A-nı tapırıq. Bax, X-in uyğun qiymətləri. X1, 4, X2, 6. Y1, 6, Y2, 4. Uyğun kəmiyyətlərin nisbəti sabit. Yəni, Y1-in X1-ə nisbəti bərabərdir Y2-nin X2-yə nisbətinə. Onda yerinə yazsa, Y1, 6, X1, 4 bölü 4 bərabərdir Y2A bölünsün 6. Onda bu tənasibi həll etsəm, çarpaz vuraram. Çarpaz vursam 4A bərabər 6 vur 6, 36. A bərabərdir 36 bölü 9. Deməli, Y6 olanda, X6 olanda Y olur 9. C variantı. Sual 70. X və Y düz imtahansı kəmiyyətlərdir. X bərabər 6 olduqda Y bərabər 15 olur. Y bərabər 25 üçün X bərabər sual. Yəni, X-də burada bir B deyək. Uyğun kəmiyyətlə nisbəti sabitdir. Yəni, 15-in 6-ya nisbəti bərabərdir 25-in B-yə nisbəti. Çarpaz vursam, 15B bərabər 6 vurulsun 25. Onda B burada nəyə bərabər? 6 vurulsun 25 bölünsün 15. 15-ə gəlin 5 vurulsun 3 kimi yazaq. Rahat ixtisar edək. 5 ilə 25-i ixtisar edərəm 5-ə. Qalar burada 5. 3 ilə 6-ı ixtisar edərəm 3-ə. Qalar 2. 2 vur 5 bərabər 10-a. Deməli, X olacaq 10. C variantı. Sual 71. On fəhlənin 35 günə gördüyü işi 7 fəhlə neçə günə görər? Tənasiblə həll olunan məsələlərdir. 10 fəhlə işi 35 günə görürsə, 7 fəhlə neçə günə görə gətirib bunu birbaşa çarpaz vurub həll etməyin. Xeyr. Əgər tənasibdə asılılıq düz mütənasibdirsə, bəli, çarpaz vurub həll edərik. Amma yox, asıllıq tərs mütənasibdirsə, onda qarşı-qarşı vurub həll eləməliyik. İndi biz hardan bilək, düzdür yoxsa tərs? Demişdik ki, kəmiyyətlərdən birinin qiyməti artdıqda, digərinin də qiyməti artırsa, belə kəmiyyətlər adlanır düz mütənasib kəmiyyətlər. Və ya birinin qiyməti azalanda, digərinin qiyməti azalırsa, belə kəmiyyətlər adlanır tərs mütənasib kəmiyyətlər. İndi gör ki, burada baxaq. 10 dənə işçi var, bu işi 35 günə görür. Biz işçinin, yəni fəhlənin sayını azaldanda, iş daha tez görürlər, yoxsa daha gec? Təbii ki, işçinin sayı azalanda, işçi qoysa daha az olacaq, yəni iş daha gec qutaracaq. Yəni, kəmiyyətlərin biri azalanda, digərinin artır. Yəni, işçinin sayı, fəhlənin sayı azalanda, işə sərf olunan zaman artacaq. Bax, kəmiyyətlərin biri azalır, digəri artır. Bunlar tərs mütənasibdir. Onda qarşı-qarşıya vururuq. Yəni, 7 vur x bərabərdir, 10 vur 35. Onda x burada nəyə bərabərdir? 10 vurulsun 35, bölünsün 7. Buradan 35 ilə 7-ni ixtisarəm 7-yə, qalar 5. 10 vur 5 bərabər 50-yə. Deməli, 7 fəhlə bu işi 50 günə görər. Baxın, fəhlənin sayı düşdü 7-yə, amma işə sərf olan zaman qalxdı 50-yə. Biri azaldı, biri artdı. C variantı. Sual 72. 180 ədədi 2, 3, 4 ədədləri ilə düz mütənasib hissələrə bölünmüşdür. Alınan ədədlərin ən kiçiyini tapın. Ədədi verilmiş ədədlərlə düz mütənasib hissələrə bölmək üçün 2, 3, 4-lə bölünür. Baxın, nə edək? Yenə istifadə edək K qaydasından. 2, 3, 4-lə bölürlərsə, onu da belə edək. Birinə 2K deyirik, 3K və 4K. Və bunların cəmini bərabərdir 180-ə. Bunu həll etsək, 9K bərabərdir 180. K bərabər 180 bölü 9 olar 20. K-nın 20 olduğunu tapdım. Bizdən nə istəyir? Ədədə ən kiçiyini. Ən kiçik 2K-dır, ən böyüyü 4K-dır, ortancıl 3K-dır. Ən kiçik istəyirsə 2K-nı, K 20-dirsə, 2 vur 20 bərabər olar 40-a. Doğru cavab C variantı. Sual 73. A ədədini 3, 4, 5 ədədləri ilə düz mütənasiblərə böldükdə alınan ən böyük ədəd 60 olarsa, A-nı tapın. Bax, A-nı böldükdə 3, 4, 5 ilə. Onda birinə 3K deyirəm, birinə 4K deyirəm, birinə 5K deyirəm. Və bunların cəmini bərabər deyirəm A-ya. Cəmi olar. Bax, həmin qayda ilə. Biz sadəcə burada 180 yox, A-dır. Hər şey eyni olduğu kimi edək. 3K, 4K, 5K. Cəmi nədir? 12K. Bərabər A-ya. Deməli, K burada nəyə bərabərdir? A bölünsün 12-yə. Mən K-nın nə olduğunu tapdım. A bölü 12. Bizdən deyir ki, alınan ən böyük ədəd 60-dır. Ən böyük hansıdır? 5K-dır. Bəs K nədir bizdə? A bölü 12. Gətir yerinə yazıram. 5 vurulsun K. Yəni, K da bizdə 5 vurulsun A bölü 12-dir. Və bizə deyir ki, bu alınan ən böyük ədəd 60-dır. Yəni, 5-i vursam A bölü 12-yə nə olur? 5A bölü 12. Bu 60-a bərabərdir.
Onda burada A-niyə bərabər 60 yazıram, mən 1 də 60 və bunu tənasib kimi çarpaz vurub həll edərəm. Onda 5A bərabərdir 12 vurulsun 60-a. Buradan A bərabərdir 12 vurulsun 60 bölünsün 5. 60-ı 5'e bölsəm mən buradan ixtisar etsəm qalar burada 12. 12'ni vursam 12'də 144. Deməli A bizdə 144 olar. Sual 74. ...94 ədədi 3, 4, 5 ədədləri ilə tərs mütənasib hissələrə bölünmüşdür. Alınan ədədlərdən ən böyüyü ilə ən kiçiyinin fərqini tapın. Ədədi verilmiş ədədlərlə tərs mütənasib hissələrə bölmək üçün ədədi bu ədədlərin tərsi ilə düz mütənasib hissələrə bölmək lazımdır. Bu ədədlərin tərsi nədir? 3-ün tərsi 3'də 1, 4'ün tərsi 4'də 1, 5'in tərsi 5'də 1. Deməli biz bu 94'ü 3, 4 və 5 ilə tərs mütənasib hissələrə bölmək üçün bunların tərsini 3'də 1, 4'də 1 və 5'də 1 ilə düz mütənasib hissələrə bölməliyik. Düz mütənasib hissələrə bölmənin qaydasını bildik. Yəni K qaydasını istifadə edək. 3'də 1K, 4'də 1K və 5'də 1K. Cəmi bərabərdir 94'ə. Bunu həll etsək 3, 4, 5-in əkəboy edir 60. Yəni bir-birinə qarşı sayda olduğuna əkəb olan hasildir. 60'ı bölsəm 3 edir 20, vursam 1 edir 20. Üstə gəl 60'ı 4'ə bölsəm 15, vur 1 15. 60'ı bölsəm 5 edir 12, vur 1 12. K bərabər 94'ə. Bunu hesablasaq 60'da 20 ilə 15'in cəmidir 35 plus 12 edər 47. K bərabər 94'dən. Onda K buradan nəyə bərabərdir? 90'ı bölərəm 60'da 47'yə. O da bərabər 90 vurulsun 47 60. Kəsrə bölən zaman birinci oldu kimi qalır, vur ikincinin tərsi. Buradan 47 ilə 90. 90 yox 94. Bunu düzəldir. 47 ilə 94 ixtisar edirəm 47'yə. Qala burada 2. 2 vur 60 bərabərdir. Burada qaldı 1. 2 vur 60'da 120. Demək K'nın 120 olduğunu tapdıq. Bizdən nə istəyir? Alınan ədədlərə ən böyüyü ilə ən kiçik fərqini. Bizim ədədlər nə idi? K'nın 120 olduğunu tapdım. K 120'dir. Bizim ədədlər 3'də 1K, 4'də 1K və 5'də 1K. Artıq bunları unudaq. Tərs mütənasib deyilsə, tərsini götürürük. 3'də 1K, 4'də 1K, 5'də 1K. K 120 isə yerinə yazsam 3'də 1 vurulsun 120 bərabər 120 bölü 3 edər 40. 4'də 1 vurulsun 120 bərabər 120 bölü edər 30. 5'də 1 vurulsun 120 bərabər 120 bölü 5 edər 24. Ən böyük ilə ən kiçiyin fərqi. Ən böyük 40'dır, ən kiçiyi 24'dür. 40'dan da çıxsam 24'ü bu edər 16. Cavab C variantı. Sual 75. 18 ədədi 75 ədədinin neçə faizidir? Birinci ədəd, ikinci ədədin neçə faiz olduğunu tapmaq üçün birinci ədədi bölür ikinci ədədə. Vuruq 100%. 18 bölünsün 75, vurulsun 100%. O da bərabərdir. 18 ilə biz burada gəlin 70 ilə 75 ilə 100 ixtisar edək 25'ə. Qalar burada 3, burada 4. 18'i bölsəm 3'ə qalar 6. 6 vur 4 bərabər 24'ə. 24% A variantı. Sual 76. 110 manata alınan paltar 132 manat satılarsa neçə faiz qazanc əldə edilir? Biz məhsulun ilkin qiymətinə deyirik ki, maya dəyərinin 100%. Yəni 110 manat 100%dirsə 132 manat x faizdir. Onda bunu həll etmək çarpaz vuraram. X vurulsun 110 bərabər 132 vurulsun 100'ə. Onda x bərabər burada 132 vurulsun 100 bölünsün 110. Sıfırları ixtisar etsək 132 ilə 11 ixtisar edən 11'ə qalır burada 12. 12 vur 10 edər 120. Deməli x bizə 120%'dir. Deməli 100% olmaya edərdi. Bu satılır 120%'ə. Nə qədər qazanc var? 120'dən çıxaram 100'ü bərabər 20%'ə. 20% qazanc əldə edilir. A variantı. Sual 77. Ədədi 90% azaltsaq, bu ədəd neçə dəfə azalar? Ədədimiz olsun bizim 100. 100'ü mən azaldım 90%. 100 elə 100%'dir. 90% azaltmaq 100'dən 100'ün 90%'in çıxmaq deməkdir. 100'ün 90% ilə 90'a bərabər. 100'dən çıxsam 90 edər 10. Deməli mən 100'ü azaltdım 90% oldu 10. Ədəd deyir neçə dəfə azalar? Əvvəl ədəd 100 idi, indi oldu 10. Neçə dəfə azaldı? 100'ü bölsəm 10'a edər 10. 10 dəfə azalar B variantı.
Sual 78. Elçin bankdan 3000 manat pul götürdü və hər ay banka 310 manat pul ödəməklə 1 il müddətində geri qaytardı. 3000 manat pul götürür və hər ay 310 manat ödəməklə 1 il ərzində. 1 ildə neçə ay var? 12. Vursam 310-a nəyə bərabər olar? Gəlin bunu hesablayaq. 31 vura 12-yə, ardından bir sıfır yazaq. 2-ni 31-ə vursam edər 62, 1-i 31-ə vursam 31. 2, 7, 3, ardından bir sıfır yazsam edər bu 3720. Deməli bu 3000 manat pul götürüb və 3720 manat pul ödəyib. Bizdən bankın 50%-ni tapın. Nə qədər əlavə edib? 3720-dən çıxsam 3000-i, qala 720. Deməli 3000 manat götürüb 3720 manat ödəyib. Yəni bu 720 manat əlavə edib. Bu həmin pulun faizidir. Neçə faizdir? Bəs 50%. 720-ni bölərəm 3000-ə. Vuraraq 100-ə. Buradan 2 sıfır buradan gedər ixtisar. 1 sıfır buradan gedər. 72-ni bölsəm 3 edər 24. Deməli 50% 24%-dir. Sual 79. Elvinin hər il qoyulan məbləğini. Baxın, hər il qoyulan məbləğ deyirsə, deməli bu nədir? Sadə faiz artımıdır. 20%-ə qədər artım verən banka qoyduğu 2000 manat pulu 2 ildən sonra neçə manat olar? 2000 manat pulu, baxın şurada il sayı az olanda artıq düsturuna yazma ehtiyac yoxdur. 2000 manat pul qoyur və sadə faiz artım olanda vəbşə ehtiyac yoxdur. Deməli, hər il bu pulun üzərinə qoyulan məbləğ 2000-in 20%-ə qədər pul gələr. 2020% nədir? 2000 vur 20 bölü 100. Sıfırlar getdi ixtisar. 20 vur 20 ilə 400. Deməli, hər il bu pulun üzərinə 400 manat gəlir. 1 ilə 400 manat, 2 ilə bəs, 2 vur 400. Bərabərdir 800 manat gələr. 2000 manat pul qoymuşdu. Nə qədər götürəcək? 2000 vurulsun. 2000 üstə gəl 800 bərabərdir 2800. C variantı. Sual 80. Ramilin hər il əvvəlki ilin, baxın, hər il əvvəlki il deyirsə, deməli bu mürəkkəb faizdir. Hər il əvvəlki il 10%-ə qədər artım verən banka qoyduğu neçə manat pulu 2 ildən sonra 1936 manat olar. Bizdə artıq qoyduğu pulu istəyir. Gəlin biz qoyduğumuz pulu biz neyinə işarət etmişdik? S hərfi ilə qoyulan pul, A hərfi ilə götürülən pulu. Bəzən P ilə işarətlə, gəlin biz götürülən pulu P ilə işarət edək. P, kiçik P isə faiz, gəlin bunu böyük P ilə. Qoyulan məbləğ S, götürülən məbləğ A olsun, illik faiz P olsun və N də zaman olsun. Deməli, bizdə indi düstur necə edim? Qoyulan A bərabər, götürülən məbləğ bərabər S vurulsun, bir üstəgəl mürəkkəb faizlə P bölünsün 100, üstəgəl N. Verilənə gətirək bu düstur yazaq yerinə. Bizdə götürülən məbləğ A 1936-dır. 1936 bərabər S bilmir, qoyulan məbləğ bizə lazımdır. Bir üstəgəl illik faiz 10%-dir, bölünsün 100, il sayda 2-dir. Onda bunu həll etsək, 1936 bərabər S vurulsun. 1 üstəgəl 10 bölsün 100 edir. 10'da 1, yəni getdirsə 1 bölü 10, yəni o da 0,1. 1 ilə də 10'da 1-in cəmidir 1,1 kvadratı. Onda 1936 bərabər S vurulsun. 1,1'in kvadratı edir 1,21. S də bərabərdir 1936 bölünsün 1,21. Onda S də bərabərdir 1936-nı biz 1,21'ə bölsək, vaxtımız getməsin deyə biz tez sürətən kalkulatoruna bölsək, 1936-nı bölüm 1,21'ə, bu edər 1600. Deməli, banka qoyulan məbləğ 1600 manat olar. A variantı. Sual 81. Tənasibin kənar hədləri x və 40, orta hədləri isə 80 və 160 olarsa x tapın. Bilək, tənasibin əsas xassəsi kənar hədlərin hasili x vur 40 bərabərdir orta hədlərin hasilinə. Yəni 8 vurulsun 160-a. Onda x buradan nəyə bərabərdir? 8 vurulsun 160 bölünsün 40-a. 40 ilə 160-ı ixtisar edəlim 40-a, qalar 4. 8 vur 4 bərabər 32. X oldu 32. Sual 82. Tənasibin orta hədləri 0,4 və x plus 3. Kənar hədləri 0,243 və 30 olarsa x tapın. Orta hədlər 0,4. Gəlin biz bunu çevirək. Adi kəsirə. Dövr onluq kəsiri. Saf dövr onluq kəsirdir. Adi kəsir çevirmək üçün kəsir xətt çəkək. Tam isə 0 yazma ehtiyac yoxdur. Məxrəcdə dövrdə olan rəqəm sayıda 9. Bir dənə rəqəm var, 1,9 yazarım. Surətdə isə dövr edən ədəd. Yəni 9, 7.
Bir də 0,2 4-ü 3-ü qarışıq dövr onluq kəsrə çevirək 6 kəsrə. Məxrəcdə dövrdə olan rəqəm sayıda 9, bir rəqəm var, 1, 9 yazaram. Surətdə sonra isə vergüldən dövrə qədər olan rəqəm sayıda 0. Bir dənə 2 var, bir dənə 0 yazaram. Surətdə isə biz vergüldən sonra olan bu ədədə, yəni dövrə atıb bir ədəd kimi baxırıq, yəni 23 çıxılsın vergüldən birinci dövrə qədər olan ədəd. Yəni 2-ni çıxırıq. O da bərabər 90-da 21-ə. Bunu da ixtisar etsəm mən 3-ə qalar 30-da 7. Belə. İndi bizdən nə istəyir? Çevirdik. Orta ədlər x üstə gəl 3 vurulsun 9-da 7. Orta ədlərin hasili bərabərdir kənar hədlərin hasili. Kənar hədlər 30-da 7 ilə 30. Bax, bu 30'lar buradan gedər ixtisar. Nə qalar? X üstə gəl 3 vur 9-da 7. Bax, biz hər tərəf 7-yə bölsək, bu 7'lər də buradan ixtisar gedəcək. Hər tərəf bölsəm mən 7'yə, 7'lər gedər ixtisar buradan. Və yaxud da gəlin nə edək? Onda x plus 3 biz buradan bir dəyişən kimi baxsaq. X plus 3 buradan nəyə bərabərdir? 7 bölünsün 9-da 7. Yəni hasili bölürəm. Məlum vuruğa 9-da 7'yə. O da bərabər 7 vurulsun 7'də 9. Yəni baxın 7'lə gedir ixtisar. Qalır ki x üstə gəl 3 bərabərdir 9'a. X də bərabər buradan 9'dan çıxsam 3'ü edər 6. Və x məndə 6'dır. Sual 83. Zavoddakı 120 işçinin 30'u qadındır. Kişilər bütün işlərin neçə faizini təşkil edir? 120 işçinin 30'u qadındırsa, onda qalan 120 çıxı 30, yəni 90 isə kişidir. Kişi işçilər, yəni 90, 120 neçə faizdir? 90 bölünsün 120 vurulsun 100. Bunu ixtisar etsək, sıfırla getdi ixtisar. 9 ilə 3'ə ixtisar edəm, qalar 3 burada, burada 4. 4 ilə də 100'ü 4'ə ixtisar edəm, qalar 25. 3 vur 25 bu edər 75%. Sual 4. Sinifdə 20 qız və 30 oğlan var. Oğlan şagirdlər bütün sinifin neçə faizini təşkil edir? Oğlan şagirdlər 30'dur. Bəs bütün şagirdlər 20-nin 30'un cəmi 50. 30 50 neçə faizdir? 30 böl 50 vur 100. 50 ilə 100 ixtisar edərəm 50'yə, qalar 2. 30 vur 2 bərabərdir 60'a. Deməli 60%dir. Sual 85. Duzluluq faizi 20% olan 45 qram məhlulun tərkibində neçə qram duz var? Yəni bizdə 45 qram duz var, məhlul var və bunun 20% duzdur. Nə qədər duz var? 45'in 20%. 45 vurulsun 20 böl 100. 20 ilə 100 ixtisar edərəm 20, qalar 5. 45 böl 5 bərabər 9'a. Deməli 9 qram duzdur. Sual 86. Duzluluq faizi 35% olan 60 qram məhlulun tərkibində neçə qram duz var? Deməli 60 qram məhlulun 35% duzdur. 60 vurulsun 35 bölünsün 100. Buradan sıfırla gedər ixtisar. 6'na 10 ixtisar. Gəlin bunu 10 yazan tez 2 vur 5 kimi. 6'na 2'ni ixtisar edəm 2'yə qalır 3. 5'nə 35 ixtisar edəm 5'ə qalır 7. 3 vur 7 bərabər 21'ə. Cavab oldu 21 qram duz var. A bölünsün 3 bərabərdir 4 bölünsün B bərabərdir C bölünsün 5. Olarsa A üstə gəl C vurulsun B. İfadəsinin qiymətini hesablayındır. Baxın, bizə verilən ifadəni gəlin biz mötərizədən vur başsaq nə olar? B-ni həm A-ya vurur, həm C-yə. B-ni A-ya vursam olar AB, üstə gəlir. B-ni C-yə vursam olar BC. Sadəcə vurulan yerini dəyişdim. Bizdən AB plus AC-ni istəyir. Baxırıq bu bizə verilən ifadəyə. Mən buradan ötürəm bu iki bərabərliyi, yəni iki bu tənasübü. A bölünsün 3 bərabər 4 bölünsün B verilib. Buna həmin də bərabər C bölü 5'ə. İkisini götürəm buradan, çarpaz vuram. Çarpaz vursam nə olar? A vur B bərabər 3 vurur 12'yə. Deməli tapdım ki, A vur B 12'dir. Harda A vur B varsa yenə 12 yazıram. Bunun yerinə yazıram 12. Üstə gəl. İndi B vur C-ni tapmaq üçün. İndi bu ikisinə bir yerdə baxıram və bunu çarpaz vursam olur. B vur C bərabər 4 vur 5. Yəni B vurulsun C bərabər 20'yə. B vur C oldu 20. 12 ilə 20'nin cəmi oldu 32. Yəni A-nı, B-ni, C-ni ayrı-ayrı tapma ehtiyac yoxdur. Eyni qaydanı bizdən nə istəyir? Y vur başsam, X, Y üstə gəl, Y, Z. O da bərabərdir. Birinci bu ikisini götürüb çarpaz vuram. X, Y bərabər 4 vuruş. Yəni X, Y bərabər 4 vuruş edir 12. Onda X, Y 12'dir. X, Y yerinə yazdım 12. Üstə gəl. Y, Z. Bu ikisinə bir yerdə baxsam, çarpaz vursam. Y vurulsun Z bərabərdir 2 vuruş 6. 12 ilə də 6'nın cəmi edər 18. Sual 89. Cəmi 30 olan A və B ədədləri üçün uyğunluğu müəyyən edin. Gəlin burada işləyək.
A bölünsün bir nisbət varsa K qaydası var. Bunda bu birinci üçün A'ya 1K deyirəm, B'yə 2K deyirəm. İkincidə A'ya burada 2K deyirəm, burada 3K deyirəm, burada 1K deyirəm, burada 4K deyirəm. Birinci cəmi 30'dur. Onda K'nın, 2K'nın cəmi K üstə gəlir 2K bərabər 30'a. 3K bərabər 30'a, K bərabər 10'a. Bizdən baxın hamısında B minus A fərqini istəyir. Gətir B ilə A-nı ayrı tapma ehtiyac yoxdur. Məsələn birinci üçün B çıxılsın A nədir? B 2K'dır, A K'dır. Yəni 2K'dan çıxsam K'nı bərabər 1K'ya. Dedim birincidə B çıxılsın A fərqi 1K'dır. K'nın 10 olduğunu tapmışam. Onda B çıx A nədir? 2K çıxılsın 1K, yəni 1K. Onda K'dır bərabər elə 10'dur. Deməli B çıx A fərqi 10'dur. Birincidən uyğundur C. Sonra ikincidə, indi ikinci üçün həllidir. 2K və 3K. 2K üstə gəlir 3K. İndi eyni şeyləri bu ikinci üçün edək. Bərabərdir 5K'ya, yəni 30'a. 5K bərabər 30, K bərabər 6. K'nın 6 olduğunu tapdım. İndi burada 3K, B ilə A fərqi nədir? B 3K'dır, A 2K'dır. 3K'dan çıxsaq yenə 2K'nı bərabər K'ya. İkincidə də K, B ilə A-nın fərqi K'dır. K nədir? Bəs burada 6'dır. Harada var 6? A variantı. Deməli 2'yə uyğundur A. Üçüncüdə 4K və K. 4K'nın cəmi bərabər 30'a, 5K bərabərdir 30'a, K bərabərdir 6'ya. K'nın 6 olduğunu tapdım. Bizdən nəsə B ilə A-nın fərqini. B 4K'dır, A K. 4K'dan çıxsam K nə edər? 3K. K da 6 olduğundan 3 vur 6 bərabər 18'ə. Deməli 3'ü də uyğun gəldi Y variantı. 1A, 1C, 2A, 3Y. Sual 90 və sonuncu sual A variantının sonuncu sualı. Uyğunluğu müəyyən edin. 60% 60'a bərabərdir. Biz həmişə deyirik faiz məsələsində ədəd bizə verilməyibsə, özümüzdən qiymət verirdik, həmin qiymət də 100 olur. Niyə görə? Çünki 100'ün istənilən faizi özünə bərabərdir. 60% 60 olan ədəd hansıdır? 100. Və yaxud da faizinə görə ədədin tapılması. 60% 60 olan ədəd, bunu tapmaq üçün 60'ı ədədi faiz göstərənə bölüb 100'ə vururuq. 60'a 60'a bölsəm qalır 1, 1 vur 100 edər 100. Deməli 60% 60 olan ədəd 100'dür. Yəni 1'ə uyğundur A. İkinci, 50% 50'yə bərabərdir. Yəni elə 100'ün də elə 50% 50, 50% 50 olan ədəd. 50 bölünsün 50 vurulsun 100 bərabər 100'ə. 2'yə də uyğun, 1'ə də uyğundur. Yəni B 50% 40'a bərabərdir. 50% 40 olan ədəd hansıdır? Ədədi bölürəm, faizi göstərinə vururam 100'ə. Buradan 100 ilə 50 xısara gedər. 50 qalar 2. 40 vur 2 bərabər 80'ə. 50% 40 olan 80'dir. 2'ə uyğundur. C 40% 24'ə. 24'ü bölürəm 40'a, vururam 100'ə. Sıfırlar getdi xısar. 24'ü bölürəm 4'ə edir burada 6. 6 vuran edər 60. 60 var 3. D uyğundur. Üçüncünə və 40% 20 olan 20'ni bölürəm 40'a, vururam 100'ə. Burada 20 ilə 40 xısar edəm. 20 qalır burada 2. 100 bölü 2 bərabər 50'yə. Varmı bizdə 50? Xeyr. 1 AB, 2C, 3D. A variantının sonuncu sual idi. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun, salamat qalın.